Azərbaycanda siqaret çəkənlər və onları işə götürən müəssisələr cəzalandırılacaq. Daha dəqiq desək, əgər işçilər ofislərdə siqaret çəkərsə, bunun üçün cərimə ödəməli olacaqlar. Məhdudiyyətlər təkcə siqaretə görə deyil, həm də elektron siqaretlərə, qəlyana və veyplərə şamil olunur. Bütün təşkilatlarda, idarələrdə məhz tütün məhsullarını qadağan edən xəbərləyici yazıların olması qanunda nəzərdə tutulmuşdur. Lakin təəssüf ki, keçən bu müddət ərzində müşahidələr onu göstərir ki, qanunvericiliyin imperativ normasından olmasına baxmayaraq bir çox işə götürənlər məhz qanunun bu tələbinə belə deyək, səthi yanaşdılar və icra etmədilər. Siqaret çəkən şəxs 30 manat, siqaret çəkmək qadağandır lövhəsi olmayan müəssisənin vəzifəli şəxsi isə 400 manat cərimə olunur. Ən ağır cəza isə bu qaydaların pozulmasına göz yuman işə götürənlər üçün nəzərdə tutulub. Belə ki, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 2000 manat cərimə olunacaqlar.